Gəlin sınaq imtahanı düşmüş 9-cu siniflərə aid bir sual izahına baxaq. Hansı cümlədə tərkibindəki sözlər yerinə görə eyni nitq hissəsinə aiddir? Bu nə deməkdir? Yəni, istər isimləşsin, istər isimləşməsin, cümlədəki iştirak edən bütün sözlər eyni nitq hissəsi olmalıdır. Məsələn, birinci çox, ikinci azdır. Birinci əlbəttə saydı, çox yenə saydı, nəyə görə? Bu tərəfdən şəkilcini bərpa etmək olar, çoxdur. Yəni, xəbərli şəkildə işlənib. İkinci yenə saydı, azdır, nə qədərdir? Yəni, bu da saydı. Yəni, 4 sözün 4'ü də saydı. Biz biri götürə bilərik. Yorulanda dincəlməyi unutmayın. Yorulanda anda feili bağlamanın şəkildə deməli feildir. Dincəlmək məsdərdir. Bu da feildir. Və unutmayın, bu da feildir. Sadəcə təsriflənən feildir. Bu da feildir. Deməli, içində götürür, çünki hamısı feil oldu. Eyni nitq hissəsi oldu. Yəni, istər təsriflənən olsun, istər təsriflənməyən. Tənbəl insan şeytanın oyuncağıdır. Necə? Sifət. İnsan isim. Artıq burada iş dəyişdi. Yəni, bu variantı götürmürük. Şeytan isim, oyuncağı da isim. Sadəcə burada sifət var və variantı çıxırıq. Siz şəxs əvəzliyi, necəsiniz sual əvəzliyidir. Yenə əvəzliyidir. Xəbərli şəkildə işlənib, yəni biz 4'ü götürürük. Hər ikisi əvəzliyidir. Sevgi isim, güc isim. Dağlar da isim, sadəcə yarmaq feildir. Və buna görə biz 5-ci qaydanı çıxırıq. Cavabımız olacaq 1, 2, 4, E variantı.